Cavan bəstəkarlardan Hacı Baba Həsənov. Sözləri Vahabzadənindir. Yağma yağış, nəyə barun, mən mirəvəm didar, nəyə barun. Yağma yağış, mən görüşə tələsirim. Göylər kənə büründükcə ürəyimi bürüyür qəm. Göylər kənə büründükcə ürəyimi bürüyür qəm. Pəncərəmə hicran yağır, damcıların ağışın ağır. Pəncərəmə hicran yağır, damcıların ağışın ağır. Yağma yağış, yağma yağış, mən görüşə tələsirəm. Yağma yağış, yağma yağış, mən görüşə tələsirəm. Habil müəllim, bizim 2 ömrüm olsaydı verilişinin növbəti buraxılışı bəstəkar Hacı Baba Həsənovun yaradıcılığına həsr olunub. Bildiyimizə görə Hacı Baba Həsənovu yəni sağlığında ən çox qiymətləndirən sənətçilərimizdən biri də siz olmusunuz. Mən istəyirəm bunun xatirə işığında sizin də öyle sözlərinizi eşidək. Allah rəhmət eləsin Hacı Babaya. Hacı Baba, Qulu Əsgərov, Əlbaba Məmmədov, ondan sonra Almaz Rızayeva. Biz bir yerdə başlamışdıq mahnılar bəstələməyə. Deməli, bizim adımız həvəskar bəstəkar idi o vaxtı. Çünki doğrudan deyirə həvəskar idi. Biz konservatuar oxtarlamışıq deyə həvəskar deyirdilər. Ancaq hamısını yaxşı yazırdılar mahnıları. Amma Hacı Babanın Allah rəhmət etsin mahnılarında ayrıca bir nətər deyim, öz dəsti xətti, öz yolu, stili var idi. Həm seçilirdi, həm də çox sevilirdi də. O yaxşı, gözəl temalar seçirdi. Yağma yağış mahnısı. Yağma yağış mahnısı deməli, mən qorxuram, onu deyəm, inanmayam. Çünki mənim yoldaşlarım hamısı şahiddir bu şeyə. Axırda o mahnının haqqında sonra xəbər getdi, Mərkəzi Komitəyə yazdılar o mahnı haqqında, rayonlardan şikayətlər oldu nə qədər ki. Balam, bu yağma yağış mahnısını yığışdırın. Bu yağma yağış mahnısı çıxandan sonra yağış yağmır, taxlımız da yanır, hamısı batır. Nə əkinimiz varsa hamısı yanır. Bu həqiqi şikayətə çıxdı, mahnını dayandırdılar. Neçə vaxt dayandırdılar, da mən ondan sonra heç eşitmədim onu. Siyasi rəy verdilər mahnıya ki, bu mahnı oxunandan sonra yağış yağmır. Amma mahnı o qədər gözəl idi ki, təsəvvürünüzə gətirir ki, o dinləyicilər, o rayondakilər öyle inanırdılar ki, bu mahnı o qədər yaxşı mahnıdır ki, ona görə Allah ilə bu mahnını eşidir, yağdırmış. Onların, o mahnının ifaçıları da çox gözəl sənətçilərimiz olub. Əbülfət Əliyev, Rəşid Beyhbudov. Qızım, bilirsən, geçmişdekilerin kim ki oxuya bilirdi, onlar gəlirdi sənətə. Onlar oxuyurdular, sənətdə onlar olurdu. Bilirsiniz, o vaxtın o zövqünü, o gözəlliyini bir neçə nəfər ki var belə, həm bəstəkar, həm oxuyan, çalan, bunlar özlərinin götdülər, çıxdılar, getirdilər, apardılar. Birinci, mən sizə təşəkkür edirəm ki, elə bildim ki, bu veriliş mənim haqqımda çəkirsiniz. Çünki mən çoxdandır gözüm yoldadır, qulağım səslədir ki, bizim bu rəhmətə gedənlərdən
Axı bunların əməyi var. İşləyiblər, əziyyət çəkiblər. O əziyyətlərini də özlərindən götürüb getməyib qalıbdı da bu həyatda. Bəni çox sevindirdi. Siz ki, Hacı Baba haqqında veriliş çəkirsiniz. Çox sevindim mən. Teşekkür ediyorum size. Bir gün mənə dedilər ki, Əbülfət sizi axtarır. Filarmoniyada. Getdim filarmoniyada Əbülfət tapdım. Görüşdük, ne var ne yok. Dedi biz gel əyləş. Orada bağın içinde skamyakalar var. Oturduğu burada senin bir balaca işin var. Dedi sen mahnıları oxuyuram, hoşuma gəlir. Seninle bir söhbət eləmək istəyirəm. Sen bilirsən ki, Azərbaycan musiqisi əksərən muğamlar üzərində qurulub. Muğamat üzərində yazılır. Sənin də mahnılarında muğamların çox dərin izləri hiss olunur. Amma muğamlarımızın, sən də bilərsən, əksəriyyəti səcah üstündədir. Muğamlarımızın mahnıları, üzərində yazılan mahnılar az. Çox mahnılarımız yazılıb demək, səcah üstə, şur üstə, əksəriyyəti səcah üstə, çağırca üstə də var. Amma elə muğam var ki, olan üzərində mahnıları barmağına saymaq olar. O məsələn, Küşlər Humayun. Humayun da laf az. Sən gəl belə eləyək, bir seriya mahnılar yazarız Humayun muğam üzərində. Sən yaz, mən oxuyayım. Hoşuma gəldi. Dedim, ancaq onun ötəri gerək. Sən Humayun muğamını mənim üçün oxuyarsan ki, biraz keçəndən sonra bir Humayun başladı. Humayun oxudu. O qədər gözəl oxudu ki, özü qəsdən bəlkə də çox şirin oxudu ki, mənə təsir eləsin. Məndə o muğama bir məhəbbət oyasın. Elə də oldu, elə də oradan tutdu mən o mahnı. Elə bir həftə, 10 gün mən o mahnının təsiri altında qaldım sonralar. Çox çəkmədi Qasımzadə. Demək, həmin mahnıya lazım olan mətni təqdim elədi mənə redaksiyada və adını da orada hələ yazılmışdı, Eşqimin Növrağı. Mahnı getirdim, çok işlemedim onun üzerinde çünkü ben tutmuşdu o devirde Humayun'un muğamı. Az müddətdə hələ mahnını hazır elədim, sonra getirdim, geldim, Əbülfətə verdim, Əbülfət qulaq asdı, çok hoşuna geldi ve o mahnını uzun müddət demək, öz repertuarında saxladı Əbülfət və nəhayət həmin mahnı özünün daimi yerini Ögey Ana filmində tapdı. Könlüm sanması nasıldır, kerem olup yanasıdır. Könlüm sanması nasıldır, kerem olup yanasıdır. O kürpemin anasıdır. O kürpemin anasıdır, kürpemin anasıdır. Unutmuşam koşağını, koşağını. Meyletmedin her güzele. Bu mahnını Hacıbə Həsənov ömürgün yoldaşı Rəfiqə xanıma yazanda onu tanıyanlar o qədər də təəccüblənmədilər. Bəstəkarın yaradıcılığına bələd olan tamaşaçılar yaxşı bilirdilər ki, Hacıbə Həsənovun Kitabxanaçı qız, Sənin gözlərin mahnılarının qəhrəmanı belə təqdimatları eşitməyə artıq vədişkar olub. Görünür, məhəbbət həyatın musiqisidir deyənlər yanılmayıblar. Anam çok arzuluydu ki babamın hakkında veriliş olsun, onun mahnıları tanınsın. Bir de arzusuydu ki onun mahnıları onun imzası altında okunsun. Heyf ki ben babam İsmet olmadı anamı bu verilişi görmek. Hele bugünkü günden anamın bir ili tanınmalı. Rəhmətə getdim. Olur. Mən elə gələk ki, indi ruhları şad olsun. Mən buraya gələn sənətçilərimizin təşəkkürünü ona görə bildirirəm ki, çox sağ olsunlar ki, mənim atamın xatirəsini yad edib gəlirlər. Təəssüf ki, indiki nəsil, gənc nəsil Hacıbə Həsənovun yaradıcılığını o qədər də bilmir. Biz düzdür, o həm həkim olub, psixoloq olub, ancaq bizim yönümüz birbaşa onun musiqi yaradıcılığı ilə, bəstəkarlığı ilə bağlıdır. Ona görə də biz üzdə olan sənətçilər